Bizimlə sən Arzu yayında onu söyənlərə əsəbləşir. Sevgilin 19 yaşında, sən isə 35 yaşındasan deyənlərin cavabını verir. Nə olsun 19 yaşındadır. Mən xərçəng xəstəsiyəm. Bu dünyanı tutub qalası deyiləm. Uzağı 38 yaşımda öləcəm. Yayında Mahirə iş təklifi gəlir. Buyurun yayını izləyək. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Bura nöqtə atmaqdan nə verirsiniz gücüyə? Dostlar, 2 dənə göz zəhmət olmasa, tıklama çox gözəl gedib. Qaqa, Şirvan şəhərinə hörgüçü lazımdır mənə. Mən də açmışam ay ki, Veteran, 50 kiram, mən də nömrəvi bilmirəm, açmışam. nömrəvi verərsən mənə. Bizdə mənim özümdə şəxsi şey var, WhatsApp qrupu var. Usta, fəhlə, nə bilim, nə. Ataram sənin nömrəvi ora. Bir dənə göz zəhmət olmasa dostlar. Ayıb deyil valla, yazmın. Cəmaatın qızında ahına girmin cəmaatın. Ahirətdə nə cavab verəsin? Bax, burada belə şeylər yazırsınız ha, Quran olmasın. Olsun. Ahirətdə Allahın qarşısında nə cavab verəsin? Oğlan belə 19 yaşı var, 35 yaşında mənimcimdə. Bir şey ki, bir insanı düzgün yola gətirirəmsə, nə xoş mənə, nə xoş mənə. Kim neyindirsə, eşitsən, istir pis, istir yaxşı, Allahın qarşısında. Sən bu dünyada eşitsən, icra hakimiyyətinin qabına düşə bilməyən adamsınız. Amma o dünyada Allah bir-birinizi hamımızı qəbul eləyəcək. Nə bilim, Allah Allah'ın olsun deyirəm. Allah'ınızı görün, nə yazırsınızsa, birinci göydə Allah'ı görün. Yəni Allahsız hərəkət eləməyin. Ən azından O Allah yaşı var. çatanda mən 35 yox, 38 yaşımda dünyamı dəyişəcəm. Məndə də xərçəng xəstəliyi var. Əgər bilmək istəyirsiniz, mən dünyanı tutub qalası deyiləm. Görsən, danışır. Sən evində tərbiyə... Mənə bax, evdə maman və yaxud da atan sənə deyəndə ki, bala bura gəl, deyirsən ki, ağzımı belə eləyim, gəlmir, hə? Heç özüm də bilmirəm, Məlikəm, elə birdən birə. Vallahi Allah'ın olsun deyirəm. Mahir yaxşı. Yəni evinizdə valideyn çağıranda da valideyninizi söyürsünüz. Ananızı, bacınızı söyürsünüz, yoxsa yox. Mən onu deyim görüm. O da kimisə anasıdır, kimisə bacısıdır. Ana deyil, lap bacısıdır, qeyrətidir, namusudur. Ayıb da. Evinizdə ananız, bacınız yoxdur sizin. Allah'ın olsun, siz burada belə söyürsünüz ha, Quran olsun. Realda bilsəm söyürsünüz ha. Realda sizi var ha, tutaram Allah'a and olsun. Sizi məmurlara tabi verməliyim də. Ümumiyyətlə sizi yandıraram, əridərəm də sizi. Qurquşum kimi. Quran and olsun. Siz Azərbaycan üç rəngli bayrağı deyilən şey var. Siz orada yaşamırsınız. Siz erməni gələnlərsiniz. Nə qədər siz yazın. Quran and olsun. Allah tepki. Sentyabrın 34'ü. Sən vardız deyirsən. Ayıb olsun, Adil Əliyev, ayıb olsun. Həci, Mən neyi nə deyirəm? bilim, pis söz yazmışsınız. Həci ilə biz TikTokda tanış olmuşuq, dəstək olubdu, pek eləmişəm, hədiyyə atıbdı. Nə danışsınız orada söyüş yazı, həci sən belə eləyib, filan eləyib. Utanmırsınız, deyirəm. Onu kim deyirsə, mən həcci olaraq onun evindəkilərini eləmişəm. Özdə bir gün siğə elədim, apardım, elədim, gəldim. Bax, mən buradayım, nömrəmi də bilirlər. İstəyən nömrəmi də verə bilərəm. Onlar söz yazır, Söyüş yazmayın. Bax, siz söyüş yazırsınız, bax, anan da baxır, bacın da baxır, sizin söyüşlərinizi görür. Zəhmət olmasa söyüş yazmayın. Ay şeyim, məhmiş balam, ayıbdır. Valla deyirəm, ayıbdır. Belə şeylər eləməyin. Allahdan qorxun, Quran and olsun deyirəm, Allahınız var. Allahınızı düşünün. Əlbəttə ki, dəli qadın ayıbdır, söyüş təhqir olmaz. Dəstək olmaqdansa ancaq söyüş təhqir yağdırırsınız. Ayıbdır. Mənim qeyrətim zadım deyil, Azərbaycanın qeyrətidir. Bax, şəhidlər nəyə görə şəhid olub? Sən söyüş yazasan deyəndə şəhidlərimiz şəhid olub ki, sən girəsən biz balalıq edəsən burada. Hə? Bax, qazilərimiz, veteranlarımız, o bir dənə orduda, müharibədə hukka verir. Siz gedin, sizə var, bombanı bağlayıb Ermənistana buraxmaq lazımdır. Çünki siz Ermənidə əmələ gələnmişlərsiniz. Siz Azərbaycanlılar olsunuz, belə Azərbaycan qızına dil uzatmazsınız. Mən nə utanım, mən nə utanım. Utanmaz bir hərəkət eləməmişəm.
Bəzilər kimi Allah şükür də üzr istəyirəm oteldə iş Sağ hərəkət olun. çevir. Ay Elşən bəy. Həyatdır, heç kəsi sığortalaya bilməz, heç kəs pinə eləyə bilməz. Qarşında qız Arzu bilən evladı. gözlə gör nə deyirəm Arzu, mən susuram, sən danışarsan. Kim kimə burada naxalqa atır? Heç nə istəmirəm. Bax mən qarğış da eləmirəm. Qarğış da kim qarğış kimi başa düşsün. Dostlar, iki Arzuya, dənə Arzunun yanındakı oğlana kim dil uzadırsa anasının ürəyindən su içsin. Başqa heç nə demirəm. Ay sağ ol. O bəs eləyir ta. O söz hər şeyi susturdu həcə. Anavızın ürəyindən su içəsiz sizi. Mən siqaret çəkib gəlirəm. Bax burada pis söz yazanlar anavızın ürəyindən su içəsiz. Başa düşdün? İnşallah bu gecədən istəmişəm. Sənin soyadın nədir? Cəlova. Cəllova Arzu Baraq qızı. Hər şey inanırsın. Az o ki yalandan kəssin. O çekin adı nədir? Aynen çəkədir. Ya, mən bu vaxtı uğraşdım. Bu oyundan atma. 3 dənə gül dostlar, 3 dənə gül zəhmət olmasın. Nə bilim o da təzə çıxıbdı. Tam ekran üstündə. 4 dənə gör. Oğul ona deyərəm ki, Azərbaycanda eşisən. Oğul ona deyərəm ki, 2 dənə cütlüyə dəstək olsun. Desin ki, halaldır sizə. Biriniz daş alın, biriniz qum alın, biriniz siment alın. Biriniz nə bilim bir şey eləyin ki, tikin, qoç çöllərdə qalmasın. Azərbaycanlıdır. Başa düşdünmü? Sən nədən ha? Başa düşdünüz? Erməni də bura baxır. Erməni bura baxır, deyir ki, sizin başınıza Azərbaycan birinizi qırırsınız. Siz bizlə ədəvat eləməyə gücünüz çatmır, amma özünüzü qırırsınız. Adı neydi? Mənim gücüm nəyə çatır verəcəm, nəyə gücüm çatır eləyəcəm. Niyə eləmərəm ki? Kodun Mənim öz evim də var, eşiyim də var, narahat olma. Görsən öz evim də var, anamın, atamın da evi var. Başa düşdünmü? Siz küçələrdən, siz öz bax burada kim tərbiyəsiz söz yazır ha. Anası bacısı gedir kafedə onun bunun qabağında hoqqa verir. Nədir qardaşım, ya da anam, atam nə ya da nəsə zibil, siqaret pulu zat tapır sizin gətirir də başa düşdünmü? Ay siz bunlarsınız. Başa düşdünüz? Siz busuz. Dostlar, elə Öz şofuzda restoranda yaşaya bilmir. toylar olanda restoranda mənə də müraciət edə bilərsiniz. Mən qab yumaqdan başqa heç nə bilmirəm. Əlimdən qab yumaq gəlir. Hətta ki şey, başqa heç nə bilmirəm. Ya kim nə yazır evindəki tərbiyəsini göstərir. Allah'ın olsun deyirəm. Qur'anın olsun. Arzu. Bax anamın canından olsun boş ver. Kim sənin burada nağılı söyür, sənə mahirə var ha. Hamısı elə bir ki anasına, bacısına, körpəsinə gedir. Mən deyirəm bunu. Baba açıq aydın. Şəkillə oynamıram ki. Açıq aydın. Yerim də maçdağadır, nömrəmi də verirəm. Belə ürək hara istəyir gəlirəm. Can, anam, can nənədir? Gəl yaşını eşkən can baram. Çünki sizin danışanda qeyrətdən, namusdan danışırsınız. Deyirsiniz ki Azərbaycanlıyam. Siz Azərbaycanlı yox, siz ermənidən əmələ gələnlərsiniz. Ha dur baba. Yo bağlamıram. Ermənidən əmələ gələnlərsiniz. Çünki sizin anavızı o vaxtı erməni aparıb, zad eləyib. Elə bilsiniz ki biz onlardanıq. Başa düşdün? Ayıb. Nəsə yazanda birinci başınızın üstündə Allahınızı görün. 64 nəfər. Birinci Allahınızı görün. Allahınızı nəsə bir addım atanda. Allahsız iş görməyin. Mən düz danışıram, ixtiyar. Biz burada anamızı, bacımızı küçəyə qoyub pula çıxartmırıq. Burada gic-gic şeylər yazırlar. Yazılara diqqətlə bax, ondan sonra yazılara diqqət verilir. Qoyma deyə sadiq oturmaq. Kim sənə nə deyib? Bir yazılara bax da, gör nə yazırlar da orada. Yazılara bax da, yazılar görmürsən, düşmür sənə yazılar. Hə 19 yaşında oğlanı sevir, özü bilər, öz şəxsi işidir. Anası da var, atası da var, qardaşı da var, özləri bilərlər. Həzi video. Ayıb deyə həzi video nədir? Yekə adamsınız.
Allah sizin bəlanızı versin. Allahdan bulun. Heç nə demirəm. Kim burada nə tərbiyəsiz mənim barəmdə, Arzunun, Mahirin barəsində yazırsa, anasının ürəyindən su içsin. Başa düşdün? Bacısının ürəyindən su içsin. Mən deyirəm bu sözü. Dalımda da dururam. Kim Mahirlə, Arzunun mənim barəmdə burada nə yazırsa, anasının, bacısının ürəyindən su içsin. Başa düşdün? Mən də baxım həzz alım. Başa düşdünmü? Danışanda qeyrətdən danışırsınız. Qeyrətiniz yoxdur, ay pis şey yazanlar. Bircə niyə bir ideyan yoxdur ki, Allah köməyində olsun ayarca. Sən haqq yola gətirmisən bir insanı, kötü insan, pis alışqanlığına, bərdişindən, pis şeylərdən uzaq tutmuşsan. Onu niyə deyən? Gədə sənin evindədirlər, hə? Sənin evində baş papaqlı kişi olsaydı səni buraxmazdılar bura. Gədə sənsən. Başa düşdün? Asma nə demişsən? Sizin acınıza ilə Mahirə mən dəstək olacağam. Mən talış balası. Mahirə dəstək olacağam. İşləyəcək, pulu da olacaq, parası da olacaq. Başa düşdün? Ay ermənidən əmələ gələnlər. Firavan, xoş gəldin. Onu da yalar. Mən dəstək olacağam ona. İşi də olacaq, gücü də olacaq. Hər şey də olacaq. Götür nə oxuyum. Amma siz küçələrdə süylənərsiniz. Yox, atma lazım deyil. Mən zəif deyiləm kimisə bloka atın. Sonra deyəcəklər ki, bloka atdı, zəifliyin göstərdi, söydüm, atdı bloka. Mən niyə bloka atıram? Ehtiyac yoxdur, Ayla xanım. Salam, Səlyanlı balası. Necəsən Ayla xanım? Allah sənə xoşbəxt eləsin Ayla. Allah balaları saxlasın. Bunlar valla Allah'a and olsun, sabah müharibə olsa gedib mamaların tumanın altında, yufkasının altında gizlənəcəklər. Quran and olsun yenə deyirəm. Bunlar anaların, bacıların tanımırlar. Sabah erməni Azərbaycana daxil olsa var ha, deyəcəklər sənə qurban olum, mən TikToka girirəm. Gələ bacımı verim sənə, mən gedim TikToka girim. Bu beləncə qədələrdir. Bura girənlər. Buradan qoyuram, bura gəl. Buradan qoyuram. Ben ne alırım, tek orduna. Yuxarı. Tek ne alırım kişiler için. Ay Allah. Kişiler dedi kim var ki? Qaynatan Bir qaynatadır, bir de aşkındır. Ha? Musayevə deyir ki, sən mənim modelim. Musayev, sən kimsən? Mən tanımıram axı. Gəl takip atasan, mən sənə mod verim. Tanrı. Bloka atatsan, onu istəmirəm da bloka atasan. Bunlar nəyin bloka atasan axı? Bunlar nəyin bloka atasan, hə? Azərbaycan bayrağı, sağ ol, var ol. Təşəkkür edirəm. Reklamın maşiyat. O da hədiyyədir. O marojnadırsa hədiyyədir. Geçir. Arzu çıx yuxarıda, Arzu sən mən də sizə deyəcəm. Ay dedim ki. Valla burada belə kişi kimi yazırsınız, söyüb təhqir edirsiniz. Biriniz 9 var, məndən çıxın CV yaza. Nömrə verirəm burada. Çıxın məndən CV yaza, mənim üzümə deyin telefonda, sənin nömrənlə səni tapıb var, evə girim, evdəkiləri sürüm, soxum içəriyə. Yoxdur axı belə ki. Sizdə namus, damarda axan qan var ha, gələ qeyrət qanı olar, namus qanı olar. Sizdə yoxdur. Başa düşdün? Namus deyilən şey yoxdur sizdə. Gələ damarda axan qan Azərbaycan qanı olar. Namuslu, qeyrətli qan olar. Məndə salamatçılıqdır. Məndə həmişə salamatçılıq olub. Hə, deyəsən ürəyim durmam. Giz 12, hə, ladi 12, bizdə 12-ni keçəndə gəlirik sən o nə qədər nəslində, toxumunda qız uşaqları var, götürüb aparırıq. Biz talışlar belə eləyirik. Aparırıq Marsa, yuxarıya aparırıq. Aparıb gəzdiririk, gətirib yenə qoyuruq evdə. 7 illik ölkədə talışdı ki, hər addım atsan talış kişi kimi addım atır. Şeyə deyərsən, Mahirə deyərsən Arzu, mənə WhatsAppda yazar, salam sözü yazar. Yazar ki, mənəm Mahir deyib, nə vaxt inşallah şey olsa, şeylər. Talışlar həmişə yeşdi, sözünü də deyib. Realda deyib, burada sosialda demirik. Kimisə qabağında sosialda söyüb qaçmır. Reala çıxır, lopuna deyir. Talışların biri də mən.
Var belə qeyrət, içinizdə qeyrətli o söyüş ha. O söyüşün dalında duran qeyrətli oğlan varsa çıxsın qabağıma. Şax damarınızı qoyaram sizin böyrünüzə. Eşq olsun talışlara. Ümumiyyətlə eşq olsun Azərbaycanın qeyrətli xanımlarına və qeyrətli kişilərinə. Belələrinə yox. Belələrinə bomba bağlı buraxma lazım. Hədiyyələr al. Boş ver. Boş ver, yuxum da gəlir. Tez yatacağım. Hadi yat sen. At hediye. At. Evet de sakit durun da keçin yerinizə. Arzu bir oyunda oynaya mən çıxacağam indi. Mahirə dinə mənə yazar, mən çıxam. Yaxşı. Səs. Mahir yadına çıxmasın, yaz mənə, brat. Mən sənə dəstək olacağım, narahat Yaxşı olma. qaqa, yaxşı. Yəni qaqa, eşidirsən? Mən Aycan, saat yəni 4-ə kimi işləyir. 4-ə kimi işləyə problem biləcəm yoxdur, də yəni qardaşım, qaqa. problem yoxdur dedim. Mən eşitsən, yəni yediyim, necə deyim sənə, başım girən yerə bədənimi soxuram, başım girməyən yerə bədənimi soxmuram. Heç nə qardaşım. Yəni nə vaxt istəsəm işləyə bilərəm. 100%. Yeraz, yazmısan ki, nömrə yaz mənə, nəyin balası. Öpürəm sənin doğan arvadın əllərinə, əgər qeyrətli arvadsa onun əllərinə. Nömrəmi deyirəm buradan, bax 051 857 57 64. Yığ WhatsApp-la, konum at, gəlirəm ünvanıma. Elə bu gecə elə, minirəm maşından gəlirəm. 051 857 57 64. Yığ. Yığmasan sən namusunda, qeyrətində, vicində yoxdur. Baş qoşma qaqa, qoy nə deyirlər desinlər. Hərə öz evini nə bilim. Nətər deyim? Hə də o söyüş yazanlar bilsən kimdir? O bacıları gedir kafedə hoqqa verir. Yadına salır ki, gedəndə qardaşıma siqet alım. TikTokda hoqqa verir qaqaşımız. Ona siqet verim ki, siqet çəksin də. Yenə divjen eləyə bilsin. Söydürsün məni. Məni söydürsün, anamı söydürsün ki, siqet alım verim. Onlar aşağıda oturaq. Yok. Arzu mənim bacım deyil, Azərbaycan xanımıdır. Xanım sözü hər qadına yaraşmır, amma mən Arzuya yaraşdırıram o xanım sözü. O xanımdır çünki. O da kiminsə bacısıdır, qeyrətidir, namusudur. Amma mən sizə burada deyirəm ki, gic şeylər yazırsa, yəni evinizdə anavızı, bacınızı tanımırsınız. Baş qoşma qaqa, başım bıraq. Qoy nə deyirlər desinlər. Deyir, məndə 1400 adam var, 1000 nəfərin ilə yarı söz yazır. Kim söz yazırsa evinə getsin. Vəssalam. Mənim bacım elə deyil. Biz 3 qardaşıq. İkisi xarici ölkədədir, biri də Azərbaycanda mən. Hacı. Bəli. Yəni qaqa şeydir də. Yəni mən usta yanında, sənin yanında işləyəcəm də yəqin ki. Ürəyin kimi istəyir yanında işləyə bilərsən. Mənim, sən 500-dən blok var. 500-dən bloku 100 metr əllə daşımırsan. Vuracaqsan arabaya, araba yüngül-yüngüldür. Bir dənə blokun çəkisi, nə deyim sənə, 300 qram, 400 qram. 5-5-10 vuracaqsan arabaya aparatsan boşalda sonra, aparatsan boşalda sonra. O bir nədir saata, ki, 2 saata mən 70 qutaracaq. kilo pres qaldırırdım maşına. Mən o nədir ki o? Hapso da Allah evi tiksin. 1 saata, 2 saata 500-dən daşıyacaqsan, 30 manat qoydun cibə, istsən get. İstsən qal ikinci 500-də daşı 30 manat qoy, 60 manat. Baxırsan iş qabiliyyəti var. Bazar günü amma işləyə bilərəm. 6 bazar nə vaxt desən. Problem yoxdur o da. O da problem deyil. Çünki 5 günü Yəni saat 4-də çıxsam Maçdağadan elə bir işdən. Maçdağada hansı tərəfdədir? Notariusun yanında. Ekran nə yazıb burada? Bir dəqiqə dayan. Ekran kaydı götürülüb söyən yerdə. Əcəb eləmirsən. Mən də burada bütün yazıları kayd edirəm. Mən kaydla oyun oynayıram bunlarla. Narahat olma. Deyir, tülkü həm qorxudur, həm də deyir, həm qorxur, həm də qorxudur. Mən tupoyd eləməyə talış. Tülküdən qabaq dünyaya gəlmişəm, kaydla açıram. Kaydla mən şey edirəm, nə yazmısınız? Mən də gözləyirəm ki, kaydı verəsiniz hüquq mühafizə orqanlarına, gəlim ki, hüquq mühafizə orqanlarına. Ala bunu kaydı eləyənlər, bunu sizə verən adamı da çağırın bura gəlsin. Bu söyüşləri həmin adamın ağzına soxun. Allaha şükür, tanımıram, necə qoşum səni bura.